Salam, hər vaxtınız xeyir. Bu videoda sizinlə bugün, yəni 1 iyun 2025-ci il tarixində keçirilmiş birinci qrupların riyaziyyat fənninin suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən əvvəl onu deyim ki, onlayn dərslərimizə qoşulmaq üçün ekranda görülən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm onlayn şəkildə, həm əyani şəkildə keçirilir. Əyani şəkildə 20 yanvar metrosunun yanı metroya 3-5 dəqiqəlik məsafədədir. 11-ci siniflər üçün əyani dərslərimiz avqustun əvvəlindən 1-5 arası təxminən bu vaxtlar başlayacaq. 10-cu siniflər, 9-cu siniflər üçün sentyabrın 1-dən başlayacaq əyani dərslərə. Onlayn dərslər üçün həm 11-ci siniflər üçün ikinci şans hazırlığı, həmçinin də hal-hazırda 10-cu sinif olub, növbəti tədris ilində 11 olacaq şagirdlər üçün yay dərslərinə başlamışıq. Dərslərimiz həm yay ayı ərzində, həm də sentyabrdan sonra da imtahana qədər davam edəcək. Dərslərə qoşulmaq istəsəz, ekranda görülən nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək testlərin izahına. Birinci sual. Deməli, birinci sualda A11, A12, A13 cəmi bərabərdə A11 vursun A12 olarsa, silsilənin ilk 21 həddinin cəmini tapın. Deməli, biz bilirik ki, ədədi silsilədə hər bir hədd onun eyni uzaqda yerləşən hədlərin cəminin yarısına bərabərdir. Yəni, A12, A11 ilə A13 arasında yerləşdiyi üçün onların cəminin yarısına bərabərdir. Yəni, buradan çarpaz vursaq, A11 üstə gəl A13 bərabərdir 2 vurulsun A12-yə. Onda biz burada A11 üstə gəl A13-in yerinə yazacağıq. 2 A12 üstə gəl. Bir də burada A12-nin özü var. A12 bərabərdir A11 vurulsun A12. 3 A12 bərabərdir A11 vurulsun A12. Hər tərəfə A12-yə ixtisar aparsam, A11 bərabərdir 3 qalır. Bu qalsın bu şəkildə. Aha, indi keçdik, bizə deyir ki, ilk 21 həddinin cəmini tapın. Ədədi silsilədə SL-nin düsturu 2A1 üstə gəl, N çıx 1 vur D, böl 2 vurulsun N'dir. İndi bax, bu düsturu tətbiq etsək, ilk 21 həddinin cəmi S21 bərabərdir 2A1 üstə gəl, 20D, bölünsün 2 vurulsun 21. Aha, 2A1-i 2-yə bölsək A1, 20D-ni də 2-yə bölsək eləyəcək 10D. Vurulsun 21. Bərabərdir. A1 plus 10D də ilə A11-in açılışıdır. Vurulsun 21. Bərabərdir. A11-i bizə 3 veribdir. 3-ü də 21-ə vursaq eləyəcək 63. Deməli, birincidə olacaq Y variantı. İkinci sual. Limit x yaxınlaşanda sonsuzluğa kök altında x çıxılsın 4x bölünsün 2x üstə gəl 1 limitini hesablayın. Deməli, limiti hesablamaq üçün ardıcıllanan limitidir. Ən yüksək dərəcəli dəyişənə bölürük. Yəni, kök altı x-ə böləcək hər tərəf. Limit x yaxınlaşanda sonsuzluğa kök altı x-i bölürəm x-a, 4x-i də x-a bölürəm, 2x-i də x-a bölürük, 1-i də x-a bölürük. Yəni, kəsrin həm sürətini, həm məxrəcini x-a bölürük. X-a bölürük. Deməli, bərabərdir limit x yaxınlaşanda sonsuzluğa kök altı x-i, kök altı x bölünsün. X da kökdə x vur kökdə x deməkdir. Məxrəzdəki x kökdə x vur x deməkdir. Bunlar x-a gedəndə qalır. Deməli, 1 bölünsün kök altında x. Çıxılsın 4 bölünsün 2 üstə gəl. 1 bölünsün x. Aha, deməli, x sonsuzluğa yaxınlaşanda 1 bölü x-in də limiti 0-a gedir. 1 bölü x da 0-dır, 1 bölü x da 0-dır. Qalır deməli, sürətdə -4, məxrəcdə 2. -4-ü 2-yə böləndə eləyəcək -2. C variantı. Üçüncü sual. ABC üst bucağında bucaq A böl bucaq B 1-in 2-ədir. Deməli, gəlin bu ABC üst bucağını çəkək. ABC. ABC üst bucağında bucaq A böl bucaq B 1-in 2-ədir. Bucaq A-ya 1x yazırıq. Bucaq B-də olsun 2x. A-nın B nisbəti 1-in 2-ədir. BC böl AC 5-in 6-yadır. BC yazaq 5K, AC-də yazaq deməli 6K. İndi bax, tərəf qarşısına bucaq var, tərəf qarşısına bucaq var. Və bizdən kosinus A-nı istəyir. A bucağını, yəni bizdən istəyir kosinus X-i. Kosinus X bərabərdir sual. İndi ilk ağla gələn sinuslar teoremində ondan istifadə edək. Yəni, tərəf və qarşı bucaqdırsa, sinuslardan istifadə edə bilərik. Sinuslar teoremi necə idi? Tərəfi 5K-nı bölürdük qarşındakı bucağın sinusuna, sinus x-a bərabərdir. Tərəfi 6K-nı bölürdük qarşındakı bucağın sinusuna, sinus 2x-a. K-lar buradan x-lar gedəcək. K-ları silək. 5 bölünsün sinus K, sinus x bərabərdir. 6 bölünsün sinus 2x açırıq. 2 sinus x vurulsun kosinus x-dan.
Deməli, sinus x-lar x-lar gedir. 6-nın da 2 x-lar gedir 3. Deməli, 5 bölünsün 1 məxrəcdə qaldı. 3 bölünsün kosinus x. Çarpaz vursaq 5 kosinus x bərabərdir 3-ə. Kosinus x da bərabərdir 3-ü bölürük 5-ə 0,6. 3 bölü 5 0,6 B variantı. Maraqlı sual idi. 4-cü sual. Fx funksiyasının qrafik verilmişdir. F 4-cü sualda deməli. Deyir ki, f 4 çıxılsın 3x kvadratı bərabərdir 0 tənliyini həll edim. Deməli, fx funksiyasının bizə sıfırları lazımdır. Sıfırlarda x oxunu kəsən nöqtədir. Baxırıq ki, funksiya x-i 1 -5 ilə kəsib, bir də 4 də kəsib. X oxunu kəsən nöqtə funksiyanın sıfırlarıdır. Yəni, bizdə qrafikə baxsaq, f -5-imiz 0-dır. F -5 0-dır, bir də f4 0-dır. Topulda var idi funksiyalar mövzusunda bu sual. Deməli, f -5 0-dır, f4 0-dır. Deməli, bizdə bax, bu mötərizənin ya -5 olmalıdır ki, bu 0 olsun, ya da 4 olmalıdır ki, bu 0 olsun. Ona görə mötərizənin içində bax, bunu əsasən yazırıq. 4 - 3x kvadratının bir dəfə -5-ə bərabər edirik. 4 - 3x kvadratını bir dəfə də 4-ə bərabər edirik. 3x kvadratı bərabər 4-də -5-ini çıxıram 9. X kvadratı bərabərdir 3-ə. X də bərabərdir plus minus kök altda 3 olur. Buradan 3x kvadratı bərabər 4 çıx 4 0. X kvadratı bərabərdir 0. X də bərabərdir 0. Neçə müxtəlif həqiqi kökü var? 3 kök, 2 kök burada, 1 kök burada. Deməli, 3 kök olacaq. Bu sual toplu sualdır. 5-ci sual. Tənliyi həll edin. Deməli, 2 vurulsun kosinus x plus 10 çıxılsın sinus 100 dərəcəni yaza bilərik biz. 90 üstə gəl 10 plus x. Çevirmə düzündən istifadə edəcəyik. Deməli, burada 2 vurulsun kosinus x plus 10 dərəcəni yazırıq. Çıxılsın. Sinus 90-da adını dəyişir. Olur deməli, kosinus 10 plus x. 90 plus ikinci rübə düşəcək. İkinci rübədə sinusumuz, y-imiz müsbət olduğu üçün işarə qalır. Bərabər 0. 2 kosinusdan 1 kosinus çıxsam, 1 kosinus x plus 10 dərəcə bərabərdir 0. Xüsusi hal, kosinus x bərabər 0 tənin həlli, x bərabərdir kosinus 0 alırıq 90-da. Pi bölü 2 üstə gəl pi k. Onu yazıram, mötərizənin x plus 10 dərəcə bərabərdir. Variantlarda dərəcəni veribdik. Biz bunun dərəcəni yazaq. Pi bölü 2 90 dərəcədir. 90 dərəcə üstə gəl pi k da 180 k-dır. İndi onu çıxırıq hər tərəfdən. 90-dan onu çıxanda eləyəcək 80 dərəcə üstə gəl 180 k. 80 plus 180 k-in fərqi yoxdur bunların. Deməli, D variantına uyğun gəlir. 6-cı sual. Deməli, 6-cı sualda bizə deyir ki, cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Azərbaycan dili 2, riyaziyyat 3, kimya 2, coğrafiya 1. Deyir ki, hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək. Yəni, Azərbaycan dili 2 kitab yoxdur, bunlar müxtəlifdir. Yəni, eyni kitablar deyil. Yəni, yer dəyişmənin fərqi var. Məsəl üçün, olsun 5-ci sinif Azərbaycan dili, bir 7-ci sinif Azərbaycan dili. Fərqli olduğu üçün burada, məsələn, bu Azərbaycan dilinin, bu Azərbaycan dilinin yerini dəyişəndə fərqi olacaq. Yer dəyişmənin fərqi olacaq burada. Hər fənnə aid kitabların müxtəlif olduğunu bilərək, eyni fənnə aid kitablar yan-yana olmaq şərtilə bütün kitablar rəfə neçə üsula düzmək olar. Deməli, Azərbaycan dili 2 dənədir, riyaziyyat 3 dənədir, kimya 2 dənədir, coğrafiyada 1 ədəddir. 1 ədəd də coğrafiyadır. Deməli, bunlar yan-yana olmalıdır, bunlar yan-yana olmalıdır, bunlar yan-yana olmalıdır, bunlar yan-yana olmalıdır. 1. Bax, bunlara 1 say kimi baxırıq. 1 buna, 1 buna, 1 buna, 4. Çünki bunlar deyir ki, hər fəndən aid kitablar yan-yana. Yəni, Azərbaycan yan-yana olmaqla, riyaziyyatlar yan-yana olmalıdır. Ona görə buna 1 say kimi, buna 1 say, buna 1, buna 1. 4 dənə, buna 4 kitab kimi baxırıq. 4 kitabın yerləşməsinin sayı nədir? 4 faktorial. Bunu da vurmalıyıq. Yəni, bu 4-ünün 4 fənn üzrə kitabların yerləşməsinin sayı 4 faktorialdır. Azərbaycan dilinin arasında riyaziyyat durmasa da, Azərbaycan dili öz arasında yerini dəyişəcək. Bu 2 kitabın da yerləşmə sayı 2 faktordur. Riyaziyyatın arasında kimya, Azərbaycan dura bilməz. Amma riyaziyyat kitabları 3 dənə kitab öz arasında yer dəyişə bilər. Yerini dəyişəcək. O 3 kitabın da yer dəyişməsinin sayı olacaq 3 faktorial. Çünki fərqli kitablardır bunlar. 2 dənə kimya 2 faktorial, bir dənə coğrafiyada 1 faktorial vur 1 də yaza bilərik, yazmasaq da olar. 4 faktorial 1 vur 2 vur 3 vur 4 deməkdir. 2 faktorial 1 vur 2'dir. 3 faktorial 1 vur 2 vur 3, 2 faktorial 1 vur 2'dir. 6 vur 4 24, 6 vur 2 12 vur 2 24, 24 vur 24 eləyəcək 576. Y variantı. 7-ci sual toplu sualdır bu.
A böyükdür, B böyükdürsə, A da B də C də sıfırdan böyükdür. Bu bərabərsizlərin hansı doğrudur? Hamısı eynidir, bərabərdir. Gəlin A-ya 1 verək. Müsbət ədədləri də bunlar. A olsun 1, B olsun 3, məxrəcə uyğun olaraq C də 2. 1 böl -1, -1 eləyəcək. 3 böl -3, -3 eləyəcək. 2 böl -2, -1 eləyəcək. Bərabər oldu mu hər üçü bir-birinə? Ən asan yol elə budur. Məxrəc 1, 3, 2 olduğu üçün sürətlə 1, 3, 2-dir. Müqayisə etsək, deməli kiçikdən böyüyə ən kiçiyi A-dır, 1-dir. Sonra C-dir, 2-dir. Sonra isə B-dir. A kiçikdir, C kiçikdir, B hansı variantdadır? Baxaq. A kiçikdir, C kiçikdir, B C variantındadır. 7 olur C. Yəni hamısının nisbəti eynidir də olmur. 8-ci sual. X kvadratı üstə gəl 10x çıxılsın y kvadratı. Sağdakılarda keçirəm sola. Çıxılsın 4y üstə gəl 21 bərabərdir 0 x plus y cəmi tapın. Bu suallardan çox işlənmiş suallardandır. Müxtəsər Roma düsturuna yığmalıyıq. X kvadratı üstə gəl 10x üstünə elə bir ədədi gəlməyək ki, bu bizə A üstə gəl B-nin kvadratı versin. Bu 10x deyil. Onu bölürük 2-yə 5. 5-in kvadratını, yəni 25-i gəlmək lazımdır ki, bu bizə x plus 5-in kvadratını versin. 25-i gəldiyimiz üçün də 25-i buradan çıxmalı ki, ifadənin qiymətini dəyişməsin. İndi buradan inəyik. Burada da baxın, mənfini mötərizə xaricinə çıxarsam mən, o belə mənfini çıxarsam mötərizə xaricinə, bu olacaq deməli mənfi y kvadratı üstə gəl 4y. İndi bunun üstündə gəlməliyəm. Yenə 4-ü bölürəm 2-yə 2. 2-nin kvadratı 4-ü gəlməliyəm. 4-ü gəldiyim üçün də 4-ü çıxırıq. 4-ü əlavə edib çıxdıq. Üstə gəl 21-i yazırıq. Bərabərdir 0. Bu bizə verir x plus 5-in kvadratını. Deməli, bu bizə verəcək y plus 4-ün kvadratını. Daha doğrusu 2-nin y plus 2-nin kvadratını. Amma burada çıx 4 var idi. Bunu da qarşısında mənfi olduğu üçün açanda bu olacaq üstə gəl 4. Bax bu şəkildə. Bunu mötərizədən çıxartdım. Qarşıdakı mənfiyə görə bu plus 4 oldu. Deməli, burada mənfi 25-in üstünə 4 gəlində mənfi 21. 21 ilə 4 elədi 25. 25 çıx 25 0. Heç nə qalmır. Bərabərdir 0-a. Kvadratlar fərqini bunu açsaq, A çıx B plus B-ni. Bir dəfə bunları çıxırıq. X plus 5-dən çıxacam y plus 2-ni. Yəni çıx y çıx 2-ni. Bir dəfə də bunları toplayacam. X plus 5-lə toplayacam y plus 2-ni. Bərabər 0. Bu eləyəcək x çıx y. 5 çıx 2 eləyəcək müsbət 3. X plus y. 5-in üstünə 2 gəlində eləyəcək 7. Bərabər 0. Hasil 0-a bərabərsə vuruqlardan biri 0 olmalıdır. Bizə bura lazım deyil. Birinci mötərizəsində yenə də hər ikisini tapaq. X çıx y plus 3-də 0-a bərabər edirik. X plus y plus 7-ni də 0-a bərabər edirik. Buradan da x plus y bərabərdir mənfi 7-yə. Bizə x plus y lazımdır. Bu A variantı mənfi 7-dir. X çıx y-də istəsə mənfi 3 olur. 9-cu sual. Üslub və loqaritmik tənliklər mövzusunda da bu sual belə bir tip sual var idi. Deməli 7 vurulsun 49 üstü x üstə gəl 5 vurulsun 14 üstü x sola keçirəm 2 vurulsun 4 üstü x bərabərdir 0. Fikir verirsiniz 49 7-nin kvadratıdır. 4 2-nin kvadratıdır və 7 ilə 2-nin də hasilidir 14. 14. Əgər bu şərt ödənərsə, yəni bax bu nəyin kvadratıdır 7-nin, bu nəyin 2-nin. Əgər 2 vur 7 14 eləyirsə, onda bunlar yəni qayda kimi verilirdi ki, necə həll olunur? Ya hər tərəfi 49 üstü x-ə bölməli, ya da hər tərəfi 4 üstü x-ə bölməliyik. Fərqi yoxdur. 4 üstü x-ə də bölə bilərsiniz hər tərəfi. Deməli 49 üstü x-ə də bölə bilərsiniz. Yəni bu kvadrat olanlara bölürük. 7 vurulsun. Deməli 4 2-nin kvadratıdır, 49 7-nin kvadratıdır. Üstündə x yatırım. Üstə gəl. 5 vurulsun. 14 ilə 4-ü 2 yaparsam, 14-ü 2 yaparsam 7, 4-ü 2 yaparsam 2. Üstü 2, çıxılsın 2, bərabərdir 0. İndi fikir verirsək, uşaqlar, bu kvadrat tənliyi alındı burada. 2-də 7 üstü x-a 1t desəm, 2-də 7 üstü x-a t desəm, 7 vurulsun, bu olur t-nin kvadratı. Üstə gəl 5t, çıx 2, bərabərdir 0. İndi gəlin bunun köklərini tapaq. Ruqlara əmanən eləyək. 7t, t, deməli 1 ilə, 2 ilə, 2 ilə 1 işarəsi də olacaq. Deməli, mənfi 2, müsbət 1. 7 t-yə vuranda 7t kvadratı, mənfi 2-ni 1-ə vuranda mənfi 2 çarpaz vursa müsbət 7t çıx 2t, müsbət 1t, 5t eləyəcək. Onu deməli, bunu vuruqları diskriminant eləyə bilərsiniz. Sizə necə rahatdırsa 7t minus 2 1 vuruqdur, t plus 1 də 1 vuruqdur, bərabərdir 0. Birinci mötərizəni 0-a bərabər etsək, 7t çıxılsın 2 bərabərdir 0. 7t bərabərdir 2, t bərabərdir 2 bölünsün 7. T plus 1-i 0-a bərabər etsək, t bərabərdir mənfi 1. İndi əvəzləməmizə yerini yazırıq.
2'də 7 üstü x-a t demişdik. 2'də 7'nin üstü x-ı bir dəfə 7'də 2'yə bərabər edirik. Buradan 7'də 2'ni də biz ne yaza bilərik? 2'də 7'nin üstü -1 yazmaq olar. Buradan görünür ki, əsaslar eynidir. X bərabərdir -1'ə. X -1'dir. Bir dəfə də 2'də 7 üstü x-ı bərabər edirik -1'ə. Bax, t-nin yerinə -1 yazılıb. Bir dəfə də 7 2 yazılıb. Deməli, bu müsbət ədəddir. Bunun mənfiyə bərabər ola bilməz. Yəni 2'də 7 üstü müsbət olursa, onun bütün qüvvətlər də müsbətdir. Bunun da həlli yoxdur. Cavab olur deməli -1. Bu da toplu sualdır. Çətin tip sual sayılır, amma toplu sualıdır. Aha, 10-cu sual. 10-cu sual sadə bir sualda oxşarlıqlar. Perimetrlərin nisbətini verib, oxşar üfüq üçbucağın sahələr nisbəti istəyir. Sahələr nisbəti perimetrlərin nisbətinin kvadratı. S1 bölünsün S2 bərabərdir. 2 bölünsün 1'in kvadratı. Yəni 4 bölünsün 1. Bu şifahidir. Sahələr nisbəti k kvadratdır. Tərəf olsa, perimetr olsa onların kvadratına bərabər. 11-ci sual. Katetləri 8 kökdə 2 olan bərabər yanlı düzbucaqlı ABC üçbucağının müstəvisi üzərindən S nöqtəsindən üçbucağın təpələrinə qədər məsafələr 10 cm olarsa, deməli bu verilənləri qeyd edib. Bax, bu ABC üçbucağının deyir katetləri 8 kökdə 2'dir. Və onun xaricindəki həmin müstəvi aid olan S nöqtəsindən təpələrə qədər məsafələr 10'dur. Yəni hər birisi 10'dur. Bax, bütün təpəyə qədər məsafələr, bunlar hər birisi 10'dur. Bu təpəyə, yox, bu səhv oldu bizdəki. Təpə bunlardır. Təpəyə qədər məsafələr, bunlar hamısı 10'dur. S nöqtəsindən AB hipotenuzuna qədər məsafəni tapın. Bunu istəyir bizdən. Deməli, piramid üçbucaqlı piramidadır. Xaricdən götürülmüş nöqtədən təpələrə qədər məsafələr eyni olarsa, hündürlük onun otacındakı üçbucağının xaricini çəkilmiş çevrənin mərkəzinə düşür. Tək edirəm, bu qaydadır. Piramidada, bax, bu nöqtədən bütün təpəyə qədər məsafələr eynidirsə, yəni piramidanın yan tilləri də belə deyək. Bu piramidanın yan tilləri eynidirsə, hündürlük otacaqdakı üçbucağın xaricini çəkilmiş çevrənin mərkəzinə düşür. Yəni bax, bu bizdə hündürlükdür. O da hara düşür dedik? Xarici çəkilmiş çevrənin mərkəzinə. Xarici çəkilmiş çevrənin mərkəzinə düşür. Bax, bu çevrənin mərkəzi. AB hipotenuzun düzbucaqlı üçbucaqda da xarici çəkilmiş çevrənin mərkəzi hara düşürdü? Hipotenuzun ortasına. Yəni bax, bu hipotenuzun ortasıdır. Hipotenuzun ortasıdır. Deməli, bax, bu otacaqdakı düzbucaqlı üçbucağa baxsaq, katetləri 8 kökdə 2'dir. Onun hipotenuzu olacaq. Axı düzbucaqlı üçbucaqda katetlər AA-dırsa, hipotenuzu onun kökdə 2 misli olurdu. Deməli, AB bərabərdir. 8 kökdə 2'ni vururuq kökdə 2'yə. 8 vur 2 eləcək 16. Bax, bu 16'dır. Hündürlük dedik, bunun mərkəzinə düşür. 8 8 böləcək. Bu 16 deyildi. Bunu böləcək 8 8. Yaxşı, bunu müəyyən etdik. İndi bax, biz bu üçbucağa baxsaq, fikir verin. Baxın, S, O, A üçbucağına baxırıq. SOA üçbucağında baxın. Bura deməli 10'dur hipotenuzumuz. Katetimizin biri 8'dir. O biri katetimizdə nə olacaq? 6. Cavab 6. Bizə də SO lazım idi. 12-ci sual. BA'nın azçoxluğudur. Deməli, BA'nın azçoxluğudur. Bu B'dir. Bu da olsun A. BA'nın azçoxluğudur. B'nin elementləri 2 5'dir. A çıx B. A'dan B'ni çıxandan sonra nə qalır? Bax, A dairəsindən B dairəsinə çıxdıq. A'dan B'ni çıxandan sonra yerdə qalan hissə buradır. A çıx B 1'dir, 3'dür və 4'dür. A çoxluğunu tapın. A çoxluğunun elementləri 1, 2, 3, 4 və 5 olacaq. Y variantı. 13. Fx funksiyasının qrafikinə absisi x0 bərabərdir 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi y bərabərdir 7 x çıxılsın 3'dür. F5 üstəgəl f çıx 5'i tapın. Deməli, bunun üçün uşağı törəmən həndəsi mənası var. Əgər bunu yaxşı başa düşmüşüksə, bu sualın ötəsindən asanlıqla gələ bilərik. Deməli, bu hər hansı bir fx funksiyası olsun. Məsəl üçün, hər hansı bir fx funksiyasıdır. Bu olsun fx funksiyası bizdə fx-dir. Və buna toxunan düz xətt çəkilibdir. Bu da hansı nöqtədə çəkilib toxunan düz xətt? Hansı nöqtədə çəkilib? 5 nöqtəsində. X-in 5 nöqtəsində buna toxunan bir düz xətt çəkilmişdir. İndi bizim F5 istəyir. Fikir verin. F5 elə bax bu da y bərabərdir 7x çıxılsın 3'dür. Deməli, -5 nöqtəsində çəkildiyi üçün toxunan. -5'də çəkildiyi üçün toxunan. X-in -5 qiymətində bu F5 ilə y5 bərabərdir. Belə deyil. 5 nöqtəsində toxunduğu üçün, 5 bunların toxunma nöqtəsi olduğu üçün F5 nədirsə, burada x-in yerinə 5, yəni 5 nöqtəsində f ilə y bir-birinin üzərinə düşür.
Eynidir qiymətləri. Baxın, bu göy düz xəttimizdə də 5-ni alırsa, bu f funksiyası da 5-də həmin qiyməti alır. Yəni f5 bizə f5 lazımdır. f5 nəyə bərabərdir? y5-ə. Bax, bu funksiyada x-i yerinə 5 qoyacağıq. Elə həmçinin də f5-i tapmış olacaq. Təkrar dəmini f5-də kəsişdikləri üçün. 7 vurulsun 5, çıxılsın 3. 35-dən 3 çıxanda 32. Bəs yaxşı, f'5 nədir? Törəmənin həndəsi mənası nə idi? f'(x0) f'(x0) bərabərdir k-ya. Yəni, bax, bu fx funksiyasının törəmi alıb yerini x0 qoyanda fx funksiyasının törəməsinin x0 nöqtəsinin qiyməti ona toxunan düz xəttin bucaq əmsalına bərabərdir. Onda yazacaq deməli, f'(x0)mız da 5-dir. f'5 bərabərdir. K-mız nədir? Bucaq əmsalımız 7. Bu da 7-dir. Bizdən də bunların cəmini istəyir. Deməli, f5-imiz oldu. f5 üstə gəl f'5. f5-imiz 32-dir. f'5-imiz də 7-dir. Toplasaq eləyəcək 39. A variantı. 14. Ədəd elə 3 NATO ədədin cəmindən ibarətdir ki, onlardan birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü 19-a tam bölünür. Ədəd 3 ədədin cəmindən ibarətdir. A üstə gəl B üstə gəl C-dən ibarətdir ədədimiz. Hər hansı bir nədir olsun, bir x ədədi. X ədədi ABC-nin cəmi şəklində göstərilibdir. Birincisi 57-yə bölünür, ikincisi 24-ə bölünür, üçüncüsü 19-a tam bölünür və alınan qismətlər bərabərdir. Məsəl üçün, bunu da 57-yə bölündə tutaq ki, 2 dəfə düşür, bunu da 57-yə bölündə 2 dəfə düşür, bunu da 57-yə bölündə 2 dəfə düşür. Onu da 57-yə bölündə 2 almışamsa, bu nə olacaq? 57 vur 2. Bu nə olacaq? 24 vur 2. Bu nə olacaq? 19 vur 2. Yəni, tutaq ki, bunların hər birisini böləndə qismətdə bir k ədədi qalır. K ədədi qalırsa, onda A nədir? 57K-dır. 57K. B olacaq 24K. K, C də olacaq 19K. Bərabərdir x. Elə bunu bir də götürə bilərsən. Məsələn, tutaq ki, A-nı 57-yə bölündə 1 düşür. B-ni 57-yə bölündə 1 düşür. C-ni də 57-yə bölündə 1 düşür. Elə A 57, B 24, C 19. Məsələn, belə bir ədəd götürə bilərik. Yəni, xüsusi hal üçün də bu 57, 24, 19. Amma belə ümumi halda bu 57K-dır. Bu 24K-dır, bu da 19K. K yazır, çünki hamısını bunu 57-yə bölündə qismətdə K düşəcək. Bunu 24-ə bölündə qismətdə K qalacaq. Onun üçün belə götürdük. Bunlar toplasaq 100K bərabərdir x-a. Deməli, ədədim 100K-dır. 100-ü də nəyə vurursan vur, son rəqəm nə olacaq? 0 olacaq. Yəni, K burada neçə olur olsun? Son rəqəm olacaq 0. 100-ə vuranda 0. 15. Modulda kökdə 3 çıxılsın 2,3 üstə gəl. Modulda kökdə 5 çıxılsın 2,2 ifadəsinin qiymətini hesablayın. İfadənin moduldan çıxarmaq üçün müsbət və mənfi olduğunu bilmək. Əgər modul daxilindəki ifadə müsbətsə olduğu kimi çıxır, moduldan mənfidirsə əksi çıxır. Onda yazırıq deməli. Modulda kökdə 5 çıxılsın 2,3, 2,3-ün kvadratı 5,29 eləyir. Yəni 2,2 altında 5,29-dan 2,3 çıxacaq. Üstə gəl, kök altında 5 çıxılsın. Kök altında 2,2-nin kvadratı 4,84 eləyir. Bərabər. Deməli, bu 5 çıxılsın 5,29. 5, 5,29-dan kiçik olduğu üçün çıxanda bu mənfi eləyəcək. 5, 4 tam, bu 5 tamdır, bu 4 tamdır. Bunun 5 tamdan 4 tam çıxanda bu müsbət eləyəcək. Deməli, birinci modul daxilindəki ifadə mənfidirsə əksi çıxacaq. Yəni, bu birinci modulumuz mənfi oldu, ikinci müsbət oldu. Mənfidirsə buradan əksi, yəni 2,3 çıxılsın kökdə 5 çıxır. Amma müsbətdə olduğu kimi çıxır. Kökdə 5 çıxılsın 2,2. Kökdə 5-lər islah gedir. 2,3-də 2,2-ni çıxanda 0,1 D var. 16-cı sual. Deməli, B böyük bərabərdir 5 olarsa, kök altında B çıxılsın, kök altında B plus 5 çıxılsın, 20B ifadəsini sadələşdirin. Deməli, kök altında B-nin olduğu kimi yazar. Çıxılsın, bu B kökdə B-nin kvadratıdır. 5 kökdə 5-in kvadratı, kökdə 5-in kvadratıdır. 20-ni də, baxın, 20, 4 vurulsun 5 deməkdir. 4-dən 2 çıxır kökdən, qalır kök altında 5B. Bu şəkildə yazaq. Yazırıq kök altında B çıxılsın, kök altında baxsaq, bu ifadə kökdə B çıxılsın, kökdə 5-in mötərizə kvadratıdır. Kökdə B çıxılsın, kökdə 5-in mötərizə kvadratıdır. A kvadratı bu eləyəcək, B kvadratı bu eləyəcək, çıx 2AB, bir-birinə vurub kökdə 5B, 2-yə də vuranda bu eləyir. Bu da bərabərdir. Kök altında 5 çıxılsın, kvadrat, kök altında A-nın kvadratı bilirik ki, modulda A-ya bərabərdir. Kvadratla kök gedir, burada modulda
kökdə b çıxılsın, kökdə 5 çıxır. Aha, bərabərdir. Üstdən burada b'dir, 5 getdi. Bu ikisində kök altda b'dir, bu da kök altda b'dir. Aha. Deməli, burada verib ki, b 5-dən böyükdür. b 5-dən böyükdürsə, kök altda b-dir, kök altda 5-dən böyük olacaq. b də 5-dən böyük olduğu üçün bu müsbətdir. Deməli, kök altda b-ni yazıram, çıxılsın, müsbətsi olduğu kimi çıxır. Kökdə b çıxılsın, kökdə 5. Mötərizəni də açanda bu üstəgə olacaq. b-lər islah gedir, qalır müsbət kök altında 5, y variantı. 17. Çevrələrin mərkəzlər arasındakı məsafəni tapın. Çevrənin tənliyi x minus a-nın kvadratı üstəgəl y çıxılsın b-nin kvadratı bərabərdir r kvadratı şəklindədir və mərkəz nöqtəsinin koordinatları a və b-dir. A mərkəz nöqtənin x-idir, b y-dir. Deməli, burada mərkəz nöqtəmiz 3, 1-dir. Birinci çevrənin tənliyi üçün mərkəz nöqtəmiz 3, 1-dir. İkincidə isə bu mənfi 3-dür. X çıxaldığı üçün mənfi 3, müsbət 1-dir. İndi bu çevrələrin mərkəzlər arasındakı məsafəni istəyir bizdən. İki nöqtə arasındakı məsafə bu bir olsun A nöqtəsi, bu olsun bir B nöqtəsi. İki nöqtə arasındakı məsafə düsturuna əsasən modulda AB bərabər kök altda x-ları 1 çıxıb kvadrata yüksəldirdik. Mənfi 3 çıxılsın 3-ün kvadratı. Y-ləri də 1 çıxıb kvadrata yüksəldirdik. Onu qeyd edim. Burada A nöqtəsinin koordinatları x1, y1, B-nin də koordinatları x2, y2 olarsa, AB arasındakı məsafə düsturu kök altında x2 çıxılsın x1-in kvadratı, üstəgəl y2 çıxılsın y1-in kvadratıdır. O da bərabərdir. Kök altına bilir mənfi 6, bu da 0 yazmasaq da olar. Kök altı 36, oradan da çıxacaq deməli 6, B. 18. Tərəfləri 24, 25 və 7, 13 bucağın kiçik hündürlüyünü tapın. Deməli, tərəfimizin biri kiçik hündürlük böyük tərəfə çəkilir. 25-dir, 7-dir, bu da 24 olsun. Deyir ki, kiçik hündürlüyünü tapın. Kiçik hündürlük də böyük tərəfə çəkilir. Bax, buradan tapacağıq h-dan. Deməli, əvvəlcə Heronla biz bunun sahəsini tapaq. Heron düsturu belədir. Yarım perimetri tapırdıq. 7 üstəgəl 25 üstəgəl 24 bölünsün 2. Bərabərdir 49, 56 bölünsün 2, o da bərabərdir 28-ə. S bərabərdir kök altında perimetri 28 vurulsun 28 çıxılsın 7, 28 çıxılsın 24, 28 çıxılsın 25. Heron düsturuna əsasən biz sahəni hesablayaq. Kök altında 28 vurulsun 28-dən 7-ni çıxanda 21, 28-dən 24-ü çıxanda 4, 28-dən 25-i çıxanda 3. 28 4 vurulsun 7'dir. 21 də 7 vurulsun 3'dür. Vurulsun 4 vurulsun 3. Bu da bərabərdir. Deməli 2 dənə 4-dən 1 4 çıxır. 2 dənə 7-dən 1 7 çıxır. 2 dənə 3-dən 1 3 çıxır. 4 vurulsun 7'ni çevirəndə 21. Bu da eləyəcək 84. Deməli bu üç bucağın sayısı 84. Üç bucağın kiçik hündürlük. Kiçik hündürlük dediyimiz kimi böyük tərəfə çəkilir. Tərəf 25-dir və sahə düsturu üç bucağın digər sahə düsturu AH bölünsün 2-dir. S bərabərdir AH bölünsün 2. Deməli bunun tərəfi 25-dir. Vurulsun hündürlük bölünsün 2 bərabərdir 84-ə. Tərəf vur hündürlük bölü 2-ni AH bölü 2-ni sahəyə, yəni 84-ə bərabər edirik. Aha. Buradan deməli 25H bərabərdir 84-ü 2-yə vursaq 168. H da bərabər 168-i 25-ə bölsə eləcə 6 tam %72. D variantı. On 9-cu sual. Y bərabərdir 2x funksiyasının qrafikinin 0,1 parçasındakı hissəsinin apsisolu ətrafına fırlanmasının hansı fiqur alınır? Deməli, gəlin y bərabərdir 2x funksiyasının qrafikini çəkək. Düzbucaqlı koordinat sistemidir. Kx düz mütənasib funksiyadır. Deməli, düz mütənasib funksiyanın qrafiki koordinat başlarına keçən düz xəttir. Həmin bu düz xəttin, bu olsun 0 nöqtəsi, bu da olsun 1 nöqtəsi. 0,1 parçasındakı, bax, 0-dan 1-ə qədər olan hissə. Baxın, qrafikin 0-dan 1-ə qədər olan hissəsi budur. Qrafikin 0,1 parçasındakı hissəsinin x oxunun ətrafı, bu da x oxudur. İndi bax, mən bu düz xətti x oxunun ətrafında fırlayıram. Nə yaranacaq burada? Hansı fiqur alınır? Konus, təbii ki. Bax, yeni təkrar edirəm, bax, bu düz xətti x oxunun ətrafına, bax, bunu götürüb buradan fırladırıq. Fırladığında deməli, burada yaranır konus. Belə bir fırlama cismi alınır konus. 20-ci sual. Y bərabərdir 3 vurulsun sinus x çıxılsın 2 vurulsun kosinus x funksiyasının ala biləcəyi natural qiymətlərin cəmini tapın.
Deməli, bu funksiya y bərabərdir a vurulsun sinus x üstəgəl b vurulsun kosinus x şəklindədir. Bunun da qiymətlər çoxdur. Deməli, mənfi kök altında a kvadrat plus b kvadratından müsbət kök altında a kvadrat plus b kvadratına qədərdir. Qiymətlər çoxluğu budur. İndi a emsalımız 3-dür, b emsalımız isə mənfi 2-dir. Bunu hesablayaq. Kök altında 3-ün kvadratı üstəgəl mənfi 2-nin kvadratı. Kök altında 3-ün kvadratı 9 edir, mənfi 2-nin kvadratı 4 edir. Kök altında 13. Deməli, mənfi kökdə 13-dən müsbət kökdə 13-ə qədərdir. Bunun qiymətlər çoxluğu. 13-dən də təxmini nə çıxır? 13 9 ilə 16 arasındadır. Yəni 3 və 4-ün arasındadır. Buradan da təxmini bu bərabər. Deməli, mənfi 3 tam neçədən müsbət 3 tam neçəyə qədər. İndi bizdən də istəyir bunların natural həllərini. Yəni 3-ə qədər olacaq da natural 1, 2, 3. Və bunların da cəmi olacaq 6. A variantı. 21. Bu toplu sualıdır. Təzə meyvə quruduqda kütləsinin 80%-ni itirir. 32 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Bax, точно belə bir sual topluda var. Deməli, təzə meyvə 100%-dir, 80%-ni itirir, yerdə qalır 20%-i quru. 20%-i quru. 32 kiloqram bizdə qurudur. Özü neçə faizdir? 20%-dir. Təzə meyvəni istəyir. Təzə meyvə neçə faizidir? 100% idi də. Təzə meyvə 100% x-dir. Yəni təzə meyvə 100% x-dir. Onu istəyir bizdən. Qurumuş isə 80-ni getdik, qaldı 20% quru, o da 32 idi. Tənasübdən 20x bərabərdir 3200-ə. X də bərabərdir. Sıfırlar getsə 322-yə bölür 160 C variantı. 22. Qrafiki təsvir olmuş y bərabərdir fx xətti funksiyasının böyük fx ibtidai funksiyasının ümumi şəklini tapın. Əvvəlcə fx-i müəyyən edək. Deməli, bu xətti funksiyadır. Fx bərabərdir. Xətti funksiyamız kx plus b şəklindədir. Funksiyanın qrafikinin y oxunu kəsən nöqtə b-nin qiymətidir. Bu b-nin qiymətidir. B-miz 1-dir. Yəni, fx funksiyası kx üstəgəl 1 şəklindədir və hansı nöqtədən keçib x 1 olanda y 0 olubdur. 1 0 nöqtəsindən keçibdir. X-in yerinə 1 qoyuram. 1k üstəgəl 1 y fx. Bu elə y deməkdir də. Y-in də yerinə 0 yazırıq. K da bərabərdir mənfi 1. Onda bizim funksiyamız fx bərabərdir. K-nın yerinə mənfi 1 yazıram. Mənfi 1x üstəgəl 1 şəklindədir. İndi ibtidai funksiyasını tapaq. X üstə n ibtidai funksiyası nə idi? X üstə n plus 1 bölünsün n plus 1 idi. İbtidai funksiya bərabərdir. X üstü 1-dir. Mənfi qalır. X üstü 1-inki nə olacaq? X üstü 2 böl 2. Üstəgəl 1-inki x-din, yəni nəyin törəməsi 1 elirdi? X-in, bir də plus da həmişə olur, sabitin törəməsi 0. Yəni bundan törəmə alsa biz bunu alacaq. İbtidai funksiya törəmənin tərsi idi. Mənfi x kvadrat böl 2 plus x plus b variantına uyğun gəlir. İbtidai funksiya normal düşüb, yəni çətin formada salmayıblar. Ancaq belə ümumi götürdükdə suallar yəni o qədər də çətin deyil, biraz ağır suallar var. Yəni daha doğrusu asan deyil o qədər də. Biraz suallar ağırdır nisbətən. Modulda x plus 5 kiçik bərabərdir 0. 23-də deyir ki, bərabərsinin tam həllər çoxundan təsadüf seçmiş bir ədədin mənfi ədəd olmaması, yəni 0 olsun, müsbət olsun ehtimalını tapın. Bunu həll edək. Buruqları arsaq x plus 5, x minus 3, 5 3-ə mənfi 15 topyanı da müsbət 2 eləyir. Bölünsün modulda x plus 5 kiçik bərabərdir 0. Sürət və məxrəcin sıfırlarını tapaq. Sürətin sıfırı x bərabərdir 3-dür. Bunun sıfıra bərabərdir 3 eləyir. X bərabərdir mənfi 5-dir. Amma mənfi 5 məxrəcə sıfıra çevirir. Onun fərqlidir mənfi 5 yazılır. Çünki mənfi 5 olsa məxrəcə sıfır olar. Onda ədəd oxunda qeyd edək. Deməli, mənfi 5-i ala bilmir məxrəcə görə. Müsbət 3-ü alır. Çünki bərabərdir 0 da var burada. 3 daxildir. İntervalları ayırırıq. İndi gəlin işarəni təyin edək. 3-dən böyük bir ədəd seçsəm burada 4. 4 plus 5 müsbət, 4 çıxı 3 müsbət, modulumuzda müsbətdir, olacaq müsbət. Mənfi 5 ilə 3 arasında 0 qoysam müsbətdir, mənfidir, bonus da müsbətdir, bura mənfi olur. Mənfi 5-dən kiçik, mənfi 6-nı yazsam, mənfi 6 plus 5 mənfidir, mənfi 6 çıxı 3 də mənfidir, bu həmişə müsbətdir. Bu da olur deməli müsbət. Bizə də mənfi hissə lazımdır. Mənfi hissəmiz olacaq, bax bura. Mənfi 5-dən müsbət 3-ə qədər. İndi bunun tam həlləri hansılardır? Mənfi 4 yazaq bunları. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Necə tam həllimiz oldu? 4, 4, 8. 8 dənə həllimiz var. Mümkün halların sayı 8. Deyir ki, mənfi ədəd olmaması. Mənfi olmaması tək müsbət deyil, 0 da götürməliyik orada. Mənfi olmaması. Yəni 0 və müsbət olsun. 4, 8-də 4,
2-də 1, 2-də 1 də nə deməkdir? 0,5. Mümkün halların sayı 8, yəni 8 həlimiz var. Onun 4 dənəsi mənfi deyil. 8-də 4 də olur, et. Aha, 24-də rahat sualdır. Xarici bucağı 36 dərəcə olan düzgün çoxbucaqlı neçə diaqonalı var? Deməli, xarici bucaqların cəmi 360 dərəcədir. Bunu da bölürük 36-ya. Biz tapırıq deməli 10-u. N nədir? Tərəflərin sayıdır. Xarici bucaqların hamısı 360-dır və bir də 36 dərəcədə 36-ya bölüb onun tərəflərinin sayını tapırıq. Neçə diaqonalı var? Diaqonalların sayıdır n vurulsun, n çıxılsın, 3 bölünsün 2-dir. 10 vurulsun, 10 çıx 3, 7 bölünsün 2. 70-dir 2-yə böləndə 35. 25-ci sual. X bərabərdir loqaritma 4 əsasdan 28, y bərabərdir loqaritma 3 əsasdan 38 olarsa, modulda x minus y çıxılsın, modulda x minus 3 plus 5 minus y ifadəsinin qiymətini tapın. Modul üçün biz bunun işarələrini bilməliyik. 4 əsasdan 28, baxın 4 əsasdan 28, 4 əsasdan 16 ilə 4 əsasdan 64-ün arasında yerləşir. 4 əsasdan 64. 4 əsasdan 16 4-ün kvadratıdır. Bu 2 deməkdir. 4 əsasdan 64, 64 4-ün kubudur, 3-dür. Deməli, 4 əsasdan 28, 4 əsasdan 16 ilə 4 əsasdan 63 arasında, 64 arasında yerləşdiyi üçün, yəni 2 və 3-ün arasındadır bu. 2 tam neçəsi deməkdir? Bax, 2 kiçikdir, x kiçikdir 3. Bu 2-3 arasındadır. 3 əsasdan 38. 3 əsasdan 38 isə, deməli, 3 əsasdan 38. 3 əsasdan 27 ilə 3 əsasdan 27 ilə 3 əsasdan 81 arasında yerləşir. Bu 3 eləyir, bu isə 4 eləyir. Yəni 3 və 4-ün arasındadır y-imizdə. 3 və 4-ün arasındadır. Deməli, görür ki, x y-dən kiçikdir. Bu 3-dən kiçik, bu 3-dən böyükdür. X y-dən kiçikdir. Onda x-dən y çıxanda mənfi eləyəcək. X 3-dən də kiçikdir, mənfidir. 5 çıx y. 5 y 5-dən kiçikdir və y 4-dən kiçikdirsə, yəni məsəl üçün 3 tam neçədir də bu. Y 3 tam neçədirsə, 5-dən 3 tam neçədən çıxanda bu müsbət eləyəcək. Mənfidirsə demişdik, modulanın əksi çıxır y minus x, mənfidirsə əksi çıxır 3 minus x, müsbətsə olduğu kimi çıxır 5 minus y. Mötərizəni açanda bu plus x olacaq. X-lar gedir, y-lər gedir, mənfi 3-ün üstünə 5 gələndə müsbət 2 eləyir. Burada cavabımız olur müsbət 2. 26. B parametrin hansı qiymətində x kvadratı çıxılsın 2b minus 3 vurulsun x çıxılsın 2b bərabərdir 0. Təlinin köklərinin kvadratları cəmən kiçik olar. Deməli, V-dən istifadə edəcəyik biz burada x1 plus x2. Bu x-dən asılı kvadrat tənlikdir. Aha, köklər cəmi ikinci əmsalın əksi. Yəni 2b minus 3-ə bərabərdir. Bax, bu mənfi deyil, bunun əksinə bərabərdir. Köklər hasili isə sərbəst səddə mənfi 2b-yə bərabərdir. Bizdən təlinin köklərinin kvadratlarının cəmi x1-in kvadratı üstə gəl x2-nin kvadratı. Təlinin köklərinin kvadratları cəmini istəyir. Ən kiçik olar deyil. Bunu açırıq nöqtəsəylə x1 üstə gəl x2-nin mötərizə kvadratı çıxılsın 2x1 x2. Köklər cəminin yerinə 2b minus 3 yazırıq. 2b minus 3-ün kvadratı çıxılsın 2 vurulsun x1 vur x2-nin yerinə mənfi 2b. Bunu açanda 4b-nin kvadratı çıxılsın 12b üstə gəl 9 üstə gəl 4b. O da bərabər 4b kvadratı mənfi 12b üstə gəl 4b mənfi 8b üstə gəl 9. Belə bir ifadə aldıq. Deyir ki, təlinin köklərinin kvadratları cəmi ən kiçik olar. Desək ki, ən kiçik qiymətini tapıb, təlinin köklərinin kvadratları cəmini biz, baxın, təlinin köklərinin kvadratları cəmini aldıq belə bir ifadə. Desək ki, təlinin köklərinin kvadratları cəmini, yəni bu ifadənin ən kiçik qiyməti tapıb biz n-i tapırdıq. Ən kiçik deyəndə n-i tapırdıq. 4a-sə çıx b kvadratı böl 4a. B-nin hansı qiymətində ən kiçik olar deyirsə, biz nəyi tapırdıq orada? M-i tapırdıq. Yəni burada qısaca m-i tapmaq lazımdır. M bərabərdir mənfi b böl 2a düsturundan mənfi b-imiz də mənfi 8-dir. 2 vurulsun a-mız da 4-dür. Mənfilər getsə 8-i 8-ə böləndə 1 eləyir. Bunu təbii ki, 2 ədədin kvadratına ayırıb da yazmaq olar. Birbaşa elə düsturundan daha qısa gedir. Düsturundan yazdım. 27. Uyğunluğu müəyyən edin. Deməli, birinci şəklimiz bu formadadır. Daha aydın şəkildə buradan çəkdim. 80 dərəcə 30 dərəcə. Mən bura bir beta desəm, qaydaya əsasən, həndəsənin əsas anlayışlarını bilirik ki, qaydaya əsasən, deməli, bu 30 dərəcəni və bu soldakı bucaqların cəmi, beta ilə 30-un cəmi, bu sağdakıların cəmi solu verməlidir, 80 dərəcəni. Yəni, beta plus 30 bərabərdir 80-ə. Beta da bərabərdir 50 dərəcəyə. İndi biz betanı 50 tapdıq. Bu alfa da betanın qonşusudur da. Alfa nə olacaq? Bax, 180-dən 50-ni çıxırıq 130 dərəcə. Burada deyəsən beta bucağı da var.
Hər şəkil yəqin ki, bura betadır. Burada nəsə silinib. Yəni əgər bura onda beta deməkdir, bu qamma olsun. Bu qamma olsun. O şəkildə burada beta da var sanki. Aha, bura betadır deyəsən. Onda betamız olacaq 30 dərəcə. Alfamız neçə idi? 130. Hə, beta 30, alfa 130. Bunların cəmi olacaq 160. Baxın, B variantı gedəcək buna. Alfa 110 xeyir, alfa 130. C də gedəcək buna. C də gedir. Onda B ilə C-ni silək buradan. Bunlar belə. Sonra ikinci şəklimizdə belədir. Bunun da qaydası var yenə. Qayda uyğun geçsək. Alfa bərabər olmalıdır. Bu, məncə aydın görsənir. Yaxınlaşdırım. Alfa bərabər olmalıdır. Bu 70 ilə 50-nin cəminə. İkincidə. Həndəsi nəsə anlaşılan biz bu qaydalar. Təbii ki, bunu uzadıb, xətləri uzatmaqla da almaq olar. Çox uzun olmasını istəyirəm video. Alfa bərabərdir. Deməli, 70 və 50-nin cəminə. 70 plus 50, 120. Beta da 50-nin qonşusu da görünür burada. Beta da deməli, 100-nin 50 çıxanda 130 eləyəcək. Beta 130 eləyəcək. Alfa 120'dir. Y variantı gedəcək buna. Bunların da cəmi nə eləyər? Alfa plus beta bərabərdir 250. 250 eləyir, bəli. Deməli, Y getdi. Sonra üçüncüsünə baxaq. Üçüncüsündə şəklimiz bu formadadır. Deməli, bura alfadır. Bura 40 dərəcədir. Bunu uzadacağım mən. Bura 60 dərəcədir. Əgər bura 60 dərəcəsə uyğun bucaqlardan. Burada 60 olacaq. Bilir ki, xarici bucaq, 3 bucağın xarici bucağı özünə qonşu olmanın daxildəkilərin cəminə bərabərdir. 60 plus 40-a bərabərdir. 100 dərəcə. Beta da 60'ın qonşusudur. Üstəsinin 60 çıxanda beta da olacaq 120. Aha. Deməli, alfanın da betanın cəmi, alfa plus beta 120'nin də 100'ü toplasam 220. Burada D variantı gedəcək. Deməli, 1BC, 2Y, 28. Elmir və Gülnarın da olduğu düşərgədə Elmir oğlanların sayının qızların sayının nisbətini hesablayanda özünü və Gülnarı saymağı unudur. Gəlin bir də qızların sayı olsun X, oğlanların da sayı olsun Y. Oğlanlar da olsun Y. Deyir ki, özünü və Elmiri unudur sayanda. Deyir ki, Elmir oğlanların sayını, qızın sayını nisbətini hesablayanda özünü və Gülnarı saymağı unudur. Deməli, qızların sayı X deyil. Gülnarı unutduğu üçün X minus 1 sayda sayacaq. Özünü də unutduğu üçün oğlanların sayda olacaq Y minus 1. Yəni, qızların da oğlanlara nisbəti və qızların sayının, Elmirin oğlanların sayını, qızların sayını onun nisbətə, oğlanların qızlara deyir. Oğlanların sayının qızların sayına nisbəti. Oğlanların qızları. Onda Y minus 1 bölünsün X minus 1. Çünki X, Y, X qız götürmüşük. Bərabərdir 5'də 3 tapır. Deməli, normalda oğlanların qızların nisbəti Y-in X olmalıdır. Özünü də unudur, Y minus 1 olur. Gülnar da unudur, X minus 1 olur. Da sayımız bu sayı 5'də 3'dür. Gülnar sayanda qızların sayının, oğlanların sayını, qızların sayının nisbətini hesablayır. Yəni, oğlanların qızların nisbətini hesablayır. Y-in X-ə. Özünü saymağı yaddan çıxarır. Qız X deyildi, özünü unudur. Onda biri əksik sayacaq da. Məsələn, 10 nəfər qız varsa özünü saymır, 9 nəfər sayır. Birini unudur. X minus 1 olur. Elmir isə 2 dəfə sayır. Artıq, məsələn, 10 dənə oğlan varsa, Elmir 2 dəfə saydığı üçün biri artıq olacaq. 11 nəfər olacaq. Yəni, Elmir 2 dəfə saydığı üçün artıq avtomatik oğlanların sayı bir sayı artıq olur. Və bərabər olur deyir 3'də 2'yə. Düşərgədə neçə uşaq var? X plus Y tapmalıq sistem tənliklə normaldır. Yəni, məncə qrup yazma olar bunu. 5 çarpaz vursam, 3'ü vursam 3x minus 3 bərabərdir 5y minus 5. Burada çarpaz vursaq 2x çıxılsın 2 bərabərdir 3y plus 3. Deməli 3x 5y atıram sola çıxılsın 5y bərabərdir. Mənfi 3'ü sağa keçirsən mənfi 2 olacaq. 2x çıxılsın 3y bərabərdir. 2'ni sağa keçirsən 5 olacaq. İndi X-i və Y-i tapmalı. Yuxarını 2'yə vuraq, mənfi 2'yə gəlin vuraq, aşağını müsbət 3'ə vuraq. 2'yə vursam 6x üstə gəl 10y. Mənfi 2'yə vurdum, mənfi 6x 10y müsbət 4. Aşağını 3'ə vursam 6x üstə gəl 9y çıxılsın 9y 5 3'ə 15. Toplayanda x-lar gedir. Bu eləyir müsbət 1y. Bu da 19. Y oldu 19. Yerinə qoyub x-i tapaq. Burada yerinə qoyuram. 3y çıxılsın
5 vurulsun 19 bərabərdir mənfi 2. 3x çıxılsın 95 bərabərdir mənfi 2. 3x bərabərdir 95 çıxı 2 93. X də bərabərdir 31-ə. Oğlanlar və qızların sayının cəmi bütün şahidlərin sayıdır. 31 ilə də 19-u toplayırıq. 31 üstəgəl 19, 30 plus 20 eləyir, deməli 50. Düşərgədə neçə uşaq var? 50. Burada say olur 50. 29-cu sual. Deməli, düzbucaqlı paralelipiped, piramida və kubun otacaqları kongruent kvadratdan ibarətdir. Deməli, bu düzbucaqlı paralelipipeddir, bu piramidadır, bu da kubdur. Otacaqları kongruent kvadratdır. Yəni, bunların hamısının otacaqları eyni kvadratlardan ibarətdir. Oturacaqların tərəfi olsun A və kvadratdır. Hamısınınki kvadratdır. Bu da kubdur. Bütün tillər bərabər olacaq. Düzbucaqlı paralelipedin həcmi piramida və kubun həcmləri cəmindən bərabərdir. Paralelipedin həcmi bərabərdir piramida ilə kubun həcminə. Düzbucaqlı paraleliped və piramidanın hündürlüyü 6-dır. Düzbucaqlı paralelipedin də hündürlüyü 6-dır. Piramidanın da hündürlüyü 6-dır. Piramidanın hündürlüyü 6-dır. Onların otacaqlarının tərəfini tapın. Bizdən A-nı istəyir. Deməli, bu düzbucaqlı paralelipeddir. Paralelipedin də həcmi nədir? S oturacaq vur H. Və yaxud da ABC də deyə bilərik. A vur 6-dır. Yəni S oturacaq nədir? A kvadratıdır. Hündürlüyü də 6-dır. Və bunun həcmi prizma, paraleliped eyni şeydir də S oturacaq vur H. Otacağın sahəsi A kvadrat vurulsun H. Bu bunun həcmidir. Piramidanın həcm düsturu nə idi? 3/1 vurulsun S oturacaq vurulsun H. Piramidanın həcmi 3/1 vurduq otacağın sahəsinə vurduq H-a. Üstəgəl kubun da həcmi nə idi? A kubuydu. Kubun da həcmi A-dır. Düz yazdığım paralelipedlə piramidanın deyir ki, paralelipedin həcmi, bu paralelipedin həcmi piramidanın kubun həcminə bərabərdir. Bəli. Onda 6A kvadratı bərabərdir. 6-nı 3-ə bölsəm 2A-nın kvadratı üstəgəl A-nın kubu. 6 kvadratını sola keçirsəm, deməli burada qalır 0. 6-nı da 2-dən 6-nı çıxanda -4. A kubu çıx 4A kvadratı bərabərdir 0. A kubu qaldı. 6-nı sağa keçib 2-dən çıxanda -4A kvadrat edir. 6-nı mötərizə xaricində çıxarsaq A-4 bərabərdir 0. Araya 0-a bərabərsə A bərabərdir 0. A 0 olmaz, tildir. Uzunluqda olmaz. A bərabərdir 4. Bu da maraqlı sualdır. Yəni elə ağır sual deyil. Yəni açıqlardan, yəni qapalı sualların içərisində bunlardan, həmçinin 28-də, 4-də. Yəni asan da deyil, çox belə çətin də deyil. Yəni yazıla biləcək suallardır. Yəni qapalılarda bundan daha çətin suallar var idi. 30-a baxaq isbata. Deməli, isbatı deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AB paraleldir CD-yə. AB ilə CD bir-birinə paraleldir. BO perpendikulardır OC-yə. Bura 90 dərəcədir. BO perpendikulardır OC 90 dərəcədir. CD vətərinin mərkəzdən olan məsafəsi, mərkəzdən CD-yə qədər olan məsafə, bura olsun 1 OH. Həmin bu məsafənin AB vətərinin yarısına bərabər olduğunu göstərmək. Göstərmək ki, OH bərabərdir AB bölünsün 2-yə. AB-nin yarısına bərabər olduğunu isbat edin. Deməli, neyirəm? Mərkəzdən AB-yə bir perpendikular düz xətt çəkirik. Olsun, bura çəkmişdik, burada çəkirik. Olsun, bu da ON. Və mərkəzdən vətərə perpendikular çəkilirsə, bilirik ki, biz o vətəri yarıya bölürdük. Çevrədən yadımıza salsaq, bu çevrənin vətəridir. Mərkəzdən vətərə perpendikular çəkilirsə, həmin o vətəri yarı bölürdü. Onda mən bura x desəm, burada x-dir. Yəni biz göstərməyək ki, 2x-in yarısı x-a bərabərdir. Biz OH-ın x-a bərabər olduğunu isbat etməliyik. Yaxşı, indi burada, baxın, bu 90 olduğu üçün bura bir alfa desəm, bura beta desəm, baxın, NOH bir düz xat üzərindədir da, yəni 180 dərəcədir. Onda alfa plus beta nəyə bərabər olacaq? Alfa plus beta olacaq 180 çıxılsın 90, yəni 90 dərəcəyə. Alfa plus betamız olacaq 90 dərəcə. Yaxşı, indi baxın, 90 betadırsa, burada yaza bilərikmi biz alfa? Axı, alfa ilə betanın cəmi 90-dır, iti bucaqların cəmi 90-dır. Bura betadırsa, beta ilə bunun cəmi 90 olması üçün bu da alfa olmalıdır. Alfa plus betamız 90. Həmçinin bura alfadırsa, burada nədir? Betadır. Çünki alfa plus beta 90-dır. Yaxşı, bunu yazdıq. İndi 3 bucaq NOB-yə baxırıq və 3 bucaq NOB HOC. 3 bucaq HOC-yə baxırıq. Deməli, fikir versəz.
və bunlar da radiuslardır. Çevrənin radiusları da OB də radiusdur, OC də radiusdur. Fikir versəz, bir tərəfi radius, ona biçi iki bucaq alfa betadır. Digər üç bucaq, bax bu üç bucağın bir tərəfi R-dir, ona biçi iki bucağı alfa betadır. Bu bir üç bucağın da bir tərəfi R-dir, ona biçi iki bucağı alfa betadır. Biz BTB əlamətinə görə bunlar kongruent olacaq. Çünki bir üç bucağın bir tərəfi, ona biçi iki bucağı, o bir üç bucağın bir tərəfi, ona biçi iki bucağına bərabərsə, deməli bunlar bərabərdir, kongruentdir. Yəni bu üç bucaqlar kongruent olduğu üçün alfanın qarşısındakı x bərabər olur alfanın qarşısındakı nə? OH-a. OH bərabərdir x-a. BTB əlamətinə görə bu üç bucaqlar kongruentdir, bərabərdir. Bərabər olduğu üçün inşallah alfanın qarşısındakı x NB alfanın qarşısındakı OH-a bərabərdir. Yəni OH x-a bərabər. Sonra betanın qarşısındakı nədir? ON. ON nəyə bərabər olacaq? Betanın qarşısındakı HC-yə. R-lərdəki onsuz da bərabərdir. Yəni BTB əlamətinə görə bu üç bucaqlar bərabər olur, kongruent olur. Bu üç bucaqlar kongruent olur. Ona görə də alfanın qarşısındakı x, burada alfanın qarşısındakı OH-a elə bərabər olmuş olur. Bu da isbat olundu. Elə də ağır isbat deyildi. Topluda, yəni toplumun arxasında isbatlar var. Yəni o tip suallarda biz dəfələrlə işləmişik. BTB, TBT əlamətinə görə üç bucağın bərabərliyini və s. isbatları vermişik. Yəni normaldır isbatda. Bu qədər. Ümumiyyətlə, baxın bir dənə sualları analiz eləyək. Yəni çox da asan deyildi. Baxın, necə 51 dəqiqə çəkdim bu 25 sualı. Bir dənə ümumi baxaq. Bax, bu sualı, məsəl üçün, sırf eynisi olmasa topluda bu tip suallar var. Yazmaq olar, limit rahatdır. Məsələn, bu yeni sualdır. Yəni, bu sual bilmirəm, yəni yaza bilər uşaqlar. Topludur. Bu da normal çevirmədir. Və burada bir üçüncü sual biraz, məsələn, uşaqlara çətin gələ bilər. Ehtimal sualı uşaqların həmişə yaralı yeridir. Məsəl üçün, bu çətin gələ bilər. Bu toplunun sualıydı. Bu sualı uşaqlar, bayaq mən baxdım. Deməli, ulduz qəbul edir sualı. 8-ci sualın izahı bu şəkildədir. Baxın, mən izahını verdim. Bir dəqiqə 8-ci sualı açım mən. İzahı dim də elə bax bu şəkildə veribdir izahı. Az öncə paylaşdı. İzah bu şəkildədir. Ancaq burada biraz dərinliyinə gedəndə, yəni x plus y bərabərdir mənfi 7, başqa hallar da ola bilər. Mənfi 7-dən başqa hallar da ola bilər. Çünki bunun bu tərəfə keçəndə bərabərdirsə, yəni başqa hallar da mümkündür. Ona görə bunu abituriyentlərin xeyrinə olaraq ulduz gələcək. Hər kəs, yəni səhv düz yazın, hamıya bütün abituriyentlərin xeyrinə hesablanacaq. Bu sual ulduzdur, yəni. Sonra bax, bu topluda var sual, amma çətin sualdır, çətin tip sualdır. Bu heç ona asandır. Ümumi baxaq. Bax, məsələn, bu da çətin tip sual sayılır, amma yenə də topluda işləmişik. Bu da elə asan deməzdim. Amma yenə normaldır da, yəni törəmənin həndəsi mənasını bilənlər yaza bilər. Burada məsələn uşaqları çaşdıra bilər bu sual, yeni sualdır deyə. Yəni əslində də çətin deyil, da prosto yeni sualdır. Ola bilər uşaqlar çaşsın. Bu da belə orta çətinlikdə sualdır. Bu heç, bu asandır. Bu da yəni işlədiyimiz suallardandır. Bu da yəni əslində asandır, sadəcə onu görmək mümkün olsun. A sinüs x plus B kosinüs x topluda çox dəfələrlə işləmişik bunları. Bu asandır. Bu toplunun özündə var bu tip. Bu da asan idi. Bu da topluda var bu sual. Bu da normal orta çətinlikdə bərabərsizlik mövzusudur. Bu da çətin sualdır, amma toplunun sualıdır. 26 uyğunluq da normaldir. Əsas sizə bal verən bax bunlardır. Bunlar da çox ağır qoyulubdur. Belə. Yəni çox asan imtahandır deyə bilməzdim. Çox çətindir də, yəni belə çətin qeyri-adi suallar o şəkildə də deyil. Yəni ümumiyyətlə uşaqlar blok imtahanıdır. Biz bilirik ki, blok imtahanı çətin olur, asan olmur. Yəni bloka hazırlaşırıqsa əgər riyaziyyatının yəni çətin olduğunu gözləməliyik. Yəni asan imtahanı deməzdim. Yəni normal çətinlikdə suallar var idi. Belə oldu. Bugünlük bu qədər. Növbəti video dərslərdə görüşənədək sağ olun.